Məsələ 8. X-in üstü Y, onun üstü Z bərabərdir. 32-nin üstü 25 üstü 3 tənliyindən X, Y, Z sadə ədədlərini tapın. Bilirsiniz ki, sadə ədədlər o ədədlərə deyilir ki, ancaq 1-ə və özünə bölünür. Deməli, burada bu bərabərlikdən, yəni bu tənlikdən X-in, Y-in, Z-in sadə qiymətləri nəyə bərabərdir, onu tapaq. Yazıram tənliyin özünü. X-in üstü Y üstü Z bərabərdir. 32-nin üstü 25 üstü 3. Və buradan çıxır ki, alıram 25'i burada yazıram 5'in kvadratı. Olacaq X-in üstü Y üstü Z bərabərdir. 32'nin üstündə 5'in kvadratının kubu. Və burada olacaq qüvvəti qüvvətə yüksəltmək üçün bilirsiniz ki, A üstü M üstü N bərabərdir A üstü M N. Bundan istifadə edirik, bu bərabərdir. Bu ifadənin qiymətini tapırıq. Olacaq buradan çıxır ki, X-in üstü Y, Y üstü Z bərabərdir. 32'nin üstündə 5'in üstü 6, 2 dəfə 3, 6, 5'in üstü 6. Və sonra götürürəm 32'ni 2'nin üstü 5 yazıram. Bu olacaq buradan çıxır ki, X-in üstü Y üstü Z bərabərdir. 2'nin üstü 5'in üstündə 5 üstü 6. Və fikir versəniz görərsiniz ki, yenə də bu düsturun köməyindən alıram X-in üstü Y üstü Z bərabərdir. 2'nin üstündə 5 vuraq 5'in üstü 6. Və buradan çıxır ki, X-in üstü Y üstü Z bərabərdir. 5'in üstü 1'dir. Üstər top A üstü M vuraq A üstü N bərabərdir. A üstü M üstə gəl N düsturuna əsasən alıram. Bu bərabər olacaq 2'nin üstü 5 üstü 1 üstə gəl 6. Buradan da aldım ki, X-in üstü Y üstü Z bərabərdir. 2'nin üstü 5 üstü 7. Beləliklə, X 2'yə bərabər oldu. Y 5'ə, Z də 7'yə və gördüyünüz kimi bunlar hamısı sadə ədədlərdir. 2, 5, 7.